Salam olsun və sən olsun Azərbaycan elimə və dünyada hər nə qədər türk var və mənim səsimi bu kanaldan eşidir. Gəldik çıxdıq Dədə Qorqudun ilk və əvvəl dastanı ki, Dirsəxan və onun oğlu Boğac bəyin nağılı və hekayəsi idi, onun son parçasına. Və bu günləri bunların dastanı qutaracaq və gedəcəyik Dədə Qorqudun o bitki hekayələrinə və dastanlarına ki, görək daha ittifaqlar düşüb bizim Oğuz elimizdə. Umarım ki, bəyənərsiniz, like, subscribe və follow edərsiniz, zənguləni vurarsınız, ta bizə ümid verəsiniz ki, idamə verək. At ayağı iti, ozan dili çevik olur. Xanım, oğlanın yarası 40 gündə sağaldı, sapsağlam oldu. Oğlan ata minir, qılınc qurşanırdı, ov ovlayırdı, quş vururdu. Dirsəxan isə xəbəri yox idi. Oğlunu ölmüş bilirdi. O 40 namərd bunu duydu. Nə eləyək deyə düşündülər. Dirsəxan oğlunu görsə oturmaz, hamımızı qırar dedilər. Gəlin Dirsəxanı tutaq, ağ əllərini ardına bağlayaq, yəni daldan bağlayaq, ağ boynuna qıl sıcım taxaq, götürüb kafir ellərinə gedək deyə Dirsəxanı tutdular, ağ əllərini ardına bağladılar, boynuna qıl sıcım taxdılar, ağ ətindən qan çıxanacan döydülər. Dirsəxan piyada, bunlar atlı gedirlər. Qalın ellərinə yönəldilər. Dirsəxan dustaq oldu, getdi. Onun dustaqlığından Oğuz bəylərinin xəbəri yox idi. Sən demə, sultanım, Dirsəxan arvadı bunu duyubmuş. Oğlunun qarşısına gedib söyləmiş, görək xanım nə söyləyib demişdir. Görürsənmi ay oğul nələr oldu? Sərt qayalar oyanmadı, yer ovuldu. Eldə düşmən yoxkən atanın üstünə düşmən gəldi. Atanın o 40 namərd yoldaşı onu tutdu. Ağ əllərini ardına bağladılar, ağ boynuna qılsıcım taxdılar. Özləri atlı, atanı piyada yeritdilər. Alıb uzaq kafir ellərinə yönəldilər. Xan oğlum, qalxıb yerindən ayağa dur. 40 igidini dəstənə qat, atanı o 40 namərddən qutar. Yeri oğul, atan sənə qıydıysa, sən atana qıyma, dedi. Qıymaq, yəni bu ki, məsələn, digərləri qıydı, məsələn, ona pislik elədi, yəni ürəyi gəldi ki, ona pislik elədi. O mənzurdadır. Deyir, onun ürəyi gəldi, sənə pislik eləsən, ona ürəyin gəlməsin ki, pislik eləyəsən. Oğlan anasının sözünü sındırmadı. Boğac bəy yerindən durdu. Böyük iti polad qılıncını belinə qurşadı. Ağ tozluca bərk yayını əlinə aldı, yəni oxunu əlinə aldı. Qızıl neyzəsini əlinə götürdü. Gözəl bədəvi atını tutturub mindi. 40 igidini yanına alıb atasının ardına çapıb getdi. O namərdlər də bir yerdə dayanıb dincəlirdilər. Al şərabın tündündən içirdilər. Boğac xan çapıb yetişdi. O 40 namərd onu görüb dedi. Gəlin gedək o igidi tutaq, gətirək. İkisini bir yerdə kafirlərə yetirək. Dirsəxan dedi, 40 yoldaşım, aman verin, Tanrının birlicinə şübhə yoxdur. Mənim əllərimi açın, qolça, qopuzumu verin, o igidi geri döndərim. Sonra məni ya öldürün, ya da diri aparın. Əllərini açdılar, qolça, qopuzunu verdilər. Bir dənə silahdı da qolça, qopuzu dediyi. Dirsəxan oğlu olduğunu bilmədi. Qarşıya gəlib söyləyir, görək xanım nə söyləyir. Boynu uzun bədəvi atlar gedirsə, mənimki gedir.
İçində sənin də mindigin varsa, igid, de mənə. Savaşmadan, vuruşmadan alım verim, qayıt geri. Yaylaqdan 10.000 qoyun gedirsə, mənimki gedir. İçində sənin də şişligin varsa, söylə mənə. Savaşmadan, vuruşmadan alım verim, qayıt geri. Qaytabandan qızılı dəvə gedirsə, mənimki gedir. İçində sənin də yüklədigin varsa, söylə mənə. Savaşmadan, vuruşmadan alıb verim, qayıt geri. Qızıl tağlı uca evlər gedirsə, mənimki gedir. İçində sənin də otağın varsa, igid, söylə mənə. Savaşmadan, vuruşmadan alım verim, qayıt geri. Ağ üzlü, ala gözlü gəlinlər gedirsə, mənimki gedir. İçində sənin də nişanlın varsa, igid, de mənə. Savaşmadan, vuruşmadan alım verim, qayıt geri. Ağ saqqallı qocalar gedirsə, mənimki gedir. İçində sənin də ağ saqqallı atan varsa, de mənə. Savaşmadan, vuruşmadan xəlas edim, qayıt geri. Mənim üçün gəldinsə, oğlancığımı öldürmüşəm. İgid, sənin yazığın gəlməsin, qayıt geri. Yəni, məni ki, tutub aparırlar, sənin mənə yazığın gəlməsin ki, gəlib mənə kömək eləyəsən. Mən zaten pis adamam və oğlumu öldürmüşəm. Oğlan burada atasına söyləmiş, görə xanım nə söyləmişdir. Boynu uzun bədəvi atlar gedirsə, səninki gedir. Mənim də içində mindiyim var, 40 namərdə qoymaram. Qaytabandan qızılı dəvə səninki gedir. Mənim də içində yüklədiyim var, 40 namərdə qoymaram. Yaylaqdan gedən min qoyun səninkidir. Mənim də içində şişligim var, 40 namərdə qoymaram. Sənin ağ üzlü, ala gözlü gəlinlərin gedirsə, İçində mənim də nişanlım var, 40 namərdə qoymaram. Qızıl tağlı uca evlər gedirsə, içində mənim də otağım var, 40 namərdə qoymaram. Sənin ağ saqqallı qocaların gedirsə, içində mənim də bir ağlı çaşmış, başı itmiş qoca atam var, 40 namərdə qoymaram dedi. 40 igidinə çalmasını yellədi, əl elədi. 40 igid bədəvi atını oynatdı, oğlanın yanına yığıldı. Oğlan 40 igidini götürüb atını irəli sürdü, vuruşdu, döyüşdü. Kiminin boynunu vurdu, kimini dustaq etdi, atasını xəlas edib, qayıtdı, geri döndü. Dirsəxan burada yenə oğlunun sağ olduğunu bildi. Xanlar xanı oğlana bəylik verdi, taxt verdi. Dədəm Qorqud boy boyladı, söylədi. Bu Oğuznaməni düzdü, qoşdu, belə dedi. Onlar da bu dünyadan gəldi geçdi, karvan kimi qondu, köçdü. Onları da yer gizlədi, əcəl aldı, fani dünya yenə qaldı. Demək istəyir ki, gəlimli gedimli dünya, sonu ucu ölümlü dünya. Qara ölüm gəldikdə keçid versin, sağlığa dövlətini Allah artırsın. O tariflədiyim uca Tanrı yar olub yardım etsin. Xeyir dua verək xanım. Yerli böyük dağların yıxılmasın, kölgəligə uca ağacın kəsilməsin. Coşqun axan gözəl suyun qurumasın, qanadlarının ucu qırılmasın. Çaparkən ağ boz atın büdrəməsin, döyüşəndə böyük iti polad qılıncın güdəlməsin. Vuruşarkən uzun neyzən əyilməsin, ağ birçəhli ananın yeri behişt olsun, ağ saqqallı atanın yeri cənnət olsun. Haq yandıran çırağın daim yansın, qadir Tanrı səni namərdə muhtac eyləməsin. Xanım, hey! Umarım ki, bəyənmiş olarsınız və bizə dəstək olmaq üçün və Dədə Qorqudun başqa dastanların və nağıllarına qulaq asmaq üçün bizi like, subscribe və follow edərsiniz və sağ qalın, əsən qalın.